Rəqsanə, hər vaxtın xeyir olsun, buyur söz səndədir. Hər vaxtın xeyir olsun Şinarə, bəli sənin də vurğuladığın kimi son günlərdə ölkə ərazisində mövcud olan bir sıra çaylarda suyun səviyyəsində artım müşahidə olunur və hətta ən son əldə etdiyimiz informasiyaya görə Kür çayındakı artım nəticəsində ətraf ərazilərdə yerləşən kəndləri də su basıb və bu məqam elə birbaşa ən birinci növbədə kənd təsərrüfatına birbaşa təsir göstərir. Amma bunu iki hissəyə danışıb elə müsahibin vasitəsilə informasiyalara, suallarımıza cavabı əldə etməyə çalışacaq. İlk olaraq bunu şərtləndirən səbəblər nələrdir? Nəyə görə suyun səviyyəsində bu cür artım müşahidə olunur və kənd təsərrüfatı bu vəziyyətdən hansı formada təsirlənəcək? Daha təfərrüatlı informasiyalara hazırda qonağın Coğrafiya İnstitutunun şöbə müdürü Mirnuh İsmayılovdan əldə edəcəyik. Xoş gördük Mirnuh bəy. Suallarımıza cavabı sizdən eşidək. Təbii ki, Kür çayında baş verən daşqın hadisələrin həm təbii səbəbləri var, həm antropogen səbəblər. Təbii səbəblər odur ki, Azərbaycan ərazisində bu dövrdə biraz dəyişkən hava şəraiti var. Onunla əlaqədar yağıntının çox düşməyi təbiidir. Bunun heç bir siyasi mənası yoxdur. Təbiidir, bu olmalıdır. Və yağıntı çox düşəndə kürə də xalq arasında deyirlər də dəli kür. Yəni doğrudan da bu ətraf ərazilər üçün müəyyən çətinliklər törədir. Digər antropogen tərəf isə mənə elə gəlir ki, Kür çayı üstündə 4 dənə su anbarı tikilib. Həmin su anbarları ona görə tikilib ki, yay aylarında azsululuq dövründə o sudan istifadə eləyək, ərazi üzrə bərabər paylayaq. Və o su anbarlarında da elə su tənzimləmə aparılmalı idi ki, bax beləncə əhaliyə, kəndlərimizə ziyan dəyməsin. Onları da qınamıram. Əvvəlki illərdə məsələn baş verilən kəskin quraqlıq suların idarə edilməsində müəyyən çətinliklər törədir. Amma hər halda insan belə bir məxluqdur ki, bu mümkündür, idarə eləyə bilər. Ona görə də yerüstü sular idarə olunmağı vacibdir. Təşəkkür edirəm informasiyalara biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, son günlərdə biz yağıntının düşən miqdarının çox olduğunu müşahidə edirik. Yəni bununla bağlı informasiyalarda təqdim olunur. İntensiv şəkildə ölkə ərazisində yağış yağır və bu da çaylarda, elə bu da bir əsas səbəblərdən biridir ki, çaylarda sululuğun artımını şərtləndirir. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı çatdırdığına görə digər bir bağlantımız da olacaq.